Muizənlə nəsihətin əsas fərqi budur. İkisinin arasında. İkisi də qiymətlidir. İkisinin də insanın ehtiyacı var. Sabah qaydacaq bu mövzuya. Amma fərqləri nədir arasında? Niyə bəzən muizə deyirik, bəzən nəsihət deyirik? Bu arasında bir neçə meyar deyiblər. Amma mənim ən çox xoşuma gələni deyəcəm sizə, sizin də xoşunuz gələcək. Deyir, muizə odur ki, insanın ürəyinə xitab eləyir. Nəsihət odur ki, insanın ağlına xitab eləyir. Qəşəng meyardır, hə? Gözəl meyardır. İnsanın ürəyinə xitab, ağla xitab, birinci dəfə də eşidirəm. Bu nə deməkdir? Deyir, bəli. Sən o pis vərdişə aluda olan cavana bir dəfə belə deyirsən. Deyirsən ki, sənin bu pis vərdişün sənə bədənində maddalar mübadiləsini körləyir, sənin qaraciyərində qan dövranın. Bu ağla xitabdır. Amma bir də var deyirsən ki, necə razı olur səni, öləsən balaların yetim qala. Allah sənə ömür verib yaşa da, sağlamlıq verib yaşa da. Niyə sağlamlığı əlindən verirsən? Bu nəyə xitabdır? Ürəyə xitabdır. Bu ağla deyil, bu ürəyə xitabdır. Fərqi hiss elədiniz? Bu misalları çoxdur ya. İndi mən ən belə həyatda xoşlamadığım şey insanın özü barədə danışmaydı. Heç xoşlamaram özüm barədə danışım. Amma bir dənəsini deyim indi sizə. Mən xütbəyə başlayan gündən, indi təqribən 25-26 ildir də, çalışmışam ki, xütbəm həmişə ağla xitabla qəlbə xitabın arasında olsun. İndi bunlardan hansı önəmlidir? Hər ikisi önəmlidir. Hansı daha lazımdır? Hər ikisi daha lazımdır. Ağla xitab da lazımdır, ürəyə xitab da lazımdır. Bəzi adamlar var, mən görmüşəm. Yox, mən ağla xitab eləyirəm, dəlillərlə, məntiqlə danışıram. Deyirəm, əla, gözəl. Amma bəzi insanlar var ki, onlara bu təsir eləmir. Qəlbə xitab eləyəndə daha çox təsir eləyir. Bəzən də insanlar var ki, bütün xütbəsi, sözü ancaq elə qəlbə xitab olar. Heç məntiq, elm, dəlil, belə də var. Amma yox, hər ikisi mühümdür. İkisi də qarışıq olmalıdır ki, çünki cəmiyyət müxtəlif təbəqələrdən ibarətdir. Müxtəlif təhsil alanlardan ibarətdir. İnsanlar eyni biliyə malik deyirlər. Burada əyləşən insanların içərisində ali təhsil alan, orta təhsil alan və s. hər təbəqə. Ona görə gərək xütbə nə olmalıdır? Ağla da xitab olmalıdır, ürəyə də xitab olmalıdır. Bax, Kərbəla hadisəsi başdan ayağa belədir. Hər bir hadisəni, indi Allah ömür versin, mənim belə bir arzum var, istəyim var. Gələcəkdə belə bir yazı yazım ki, Kərbəla, indi ərəbcədə desək, Kərbəla beynəl aqli vəl atifə. Azərbaycan dilində desək, Kərbəla atifə ilə ağlın arasında. Qəşəngdir. Hər bir hadisəni ağılla da təhlil eləyə bilirsən, hər bir hadisə ürəyə də toxunur. Ona görə Kərbəla hadisəsi başdan ayağa muizə və nəsihətdən ibarətdir. Muizə və nəsihətdən ibarətdir. Və o bizi ağladan, o qəlbə toxunan tərəfidir. Bizi düşündürən Kərbəlanın ağlı düşündürən tərəfidir, ağla toxunan tərəfidir. Ona görə Kərbəlada yenə deyirəm, həm ağla və zehnə toxunma var, həm ürəyə və qəlbə toxunma var. Hər ikisi var. Biri düşündürür insanı, biri isə ağladır insanı.